Göyçayda ənənəvi nar bayramı keçirilir. Sayca 11-ci olan bayram yerli və əcnəbi qonaqların rayon mərkəzinə daxil olması ilə başlayıb. Nar bayramı bu dəfə şəhər stadionunda təşkil olunub. Bayramda 10 mindən çox insan iştirak edir. Onların arasında dünyanın müxtəlif ölkələrindən olan qonaqlar da var. Bayramın təntənəli hissəsi saat 3 radələrində başlayacaq. Festivalda rayonun 30-dan çox kəndinin və müxtəlif idarə təşkilatların adına xüsusi masalar sərgilənir ki, bunlarda nar və nardan hazırlanan məhsullar, əl işləri və milli şirniyyatlar nümayiş olunur. Mərasimdə rəqs nömrələri, müsabiqələr, parad, milli folklor nümunələrinin təqdimatı olacaq. Bayram konsert proqramı ilə davam edəcək. Gəlmişəm. Mənim çox xoşuma gəldi bu bayram, çox gözəl idi. Bir sıra turistlərimizi burada gördüm və Azərbaycanın dünyaya tanınmasında bu bayramın önəmi çox böyükdür. Rabitə Nazirliyinin embleminə uyğun olaraq telefon, modem, peykin bir maketi hazırlanmışdır. Tort şəklində müəyyən hazırlıqlar var. Nardan hazırlanmış qız var. Bir el məsəlində deyilir ki, boğazdan nə qida keçsə ürəyə salam verib keçir. Nar keçəndə ürək özü durur, nara salam verir. Nar elə bir əziz meyvədir. Tac var, birlik var, nə bilim nə var, hər şey var narda.